Salam əziz izləyicilər, mən FES Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə. Sertifikasiya imtahanında iştirak edəcək hər bir müəllimə uğurlar arzu edirəm. Gəlin sınağımızın izahı ilə tanış olaq. Birinci sualda SO2 və oksigen qazları verilmişdir. Onların kütlələri bərabərdir, həcmlərini müqayisə etməyimiz tələb olunur. Deməli, məlum olduğu kimi SO2 qazının emeri 64-ə bərabərdir. Oksigen qazının emeri isə 32-yə bərabərdir. Və bunların kütlələrinin bərabər olması üçün biz SO2-dən 1 mol, oksigenden isə 2 mol götürə bilərik. Nəticədə SO2-nin həcmi Avogadro qanununa əsasən 22,4 litr, oksigen qazının həcmi isə 44,8 litr olacaqdır. Yəni V1 oldu 22,4, V2 oldu 44,8. Bu zaman 2V1 bərabərdir V2 ifadəsi düzgün ifadə olardı. A variantı birinci sualımızda düzgün cavabdır. Gəl növbəti sualımıza nəzər yetirək. X və Y alkanları verilib, hibrid orbitallarının sayı və sigma rabitələri arasında əlaqə var. A və B-ni təyin etməyimizi istəyir. Ümumiyyətlə, alkanlar məlum olduğu kimi formulası CnH2n üzərinə gəlsin 2 formasındadır. Və orada bütün karbon atomları sp3 hibrid halında olduğuna görə ümumi hibridləşmə 4ndir. Ümumi hibrid orbitalların sayı 4ndir. Sigma rabitələrin sayı dedikdə isə karbon-karbon arasında n çıxılsın 1, karbon-hidrogen arasında isə 2n üzərinə gəlsin 2 olduğuna görə onları toplayırıq və 3n üstə gəlsin 1 ümumi sigma rabitələrin sayıdır. X üçün hibrid orbitalının sayı 16-dır. Yəni 4n bərabərdir 16-ya. Bu zaman n-in 4 olduğunu təyin edərik. Bəs o zaman sigma rabitələrin sayı nə qədər olar? Yəni burada əgər 4 karbon atomu varsa, sigma rabitələrin sayı 3n üstə gəlinsin 1 düsturundan 3 vur 4 üstə gəl 1 13-ə bərabər olar. Yəni A-nın qiyməti olacaqdır 13. İndi isə Y alkandan nəzər yetirək. Sigma rabitələrin ümumi sayı 3n üstə gəl 1 16 verilibdir. Buradan n-in 5 olduğunu təyin edərik. Və hibrid orbitallarının sayı isə 4n-dir. 4 vurulsun 5, o da edər 20. Burada B-nin qiyməti edir. Yəni A-nın qiyməti 13, B-nin qiyməti isə 20 olacaqdır. B variantı sualımızın düzgün cavabıdır. Gəl növbəti sualımıza nəzər yetirək. Oksidaşmə reduksiya ilə bağlı bir sualdır və reaksiyanın sxemini əmsallaşdırıb nitratın neçə faizinin duzun əmələ gəlməsinə sərf olunduğunu müəyyən edin. Burada oksidaşmə dərəcələrinin dəyişməsini göstərsək, kalium 0-dan müsbət 1-ə doğru, azot müsbət 5-dən deməli müsbət 1-ə doğru dəyişibdir. Və deməli, yazaq belə, kalium 0-dan 1 elektron verib, azot isə müsbət 5-dən müsbət 1-ə 4 elektron alıbdır. Sadəcə burada 2 dənə azot atomu var deyə onu da mütləq nəzərə alırıq. Və 4 vur 2, 8 elektron alar. Kalium burada reduksiya edici, azot isə, yəni nitrat isə oksidləşdiricidir. Və 1-in 8-ə, 8-in 1-ə əmsalları yazsaq, 8-i kaliumun qarşısına yazırıq, N2 onun qarşısına 1 düşəcəkdir. O yazılmır, bilirsiniz ki. Deməli, burada sağ tərəfdə ümumi 10 azot atomuna olduğuna görə nitratın da əmsalı 10 olacaq və bu zaman suyun da əmsalı 5-ə bərabər olar. İndi bizə deyir ki, nitratın neçə faizi duzun əmələ gəlməsinə sərf olunar? Bu tür məsələlərin ən yaxşı həll yolu atoma görə həll etməkdir. Baxın, reaksiyadan sol tərəfdə 10 mol nitrat turşusu var. Bu 10 ədəd azot atomu edir, hansı ki, onda da müsbət 5 oksidləşmə dərəcəsində idi. Oksidləşmə reduksiya prosesi baş verən zaman onun 8 atomu, 8 dənə azot atomu müsbət 5 olaraq qalıb. Niyə? Çünki 8 mol burada kalium nitrat əmələ gəlir və 8 dənə azot atomu 8 mol kalium nitratın tərkibində 8 azot atomu var. O da müsbət 5-dir 8-i. Amma 2 dənə atom isə müsbət 1-ə doğru dəyişib oksidləşmə dərəcəsini. Bizdə də deyir ki, neçə faizi duzun əmələ gəlməsinə sərf olunar. Duz da bilirik ki, burada kalium nitratdır. Əvvəldə var idi 10 dənə azot atomu, 100%. Onun neçəsi demək duzun tərkibindədir? 8-i. Yəni duzun əmələ gəlməsinə sərf olunub.
8-i 8 də x faiz edər. X də buradan alarıq 80%. Sualımızın düzgün cavabı C variantı 80% olacaq. Növbəti sualımıza nəzər yetirək. Deməli, HES qanunu ilə bağlı bir tapşırıqdır. Hansı münasibət doğrudur? Belə olan halda biz əvvəlcə yekun tənliyi təyin etməliyik. Birinci tənliyə baxaq. Karbon oksigenlə reaksiyaya daxil olur və karbon qazı əmələ gətirir. Bu zaten birbaşa yekun tənlikdir. İkinci tənlik karbondan dəm qazı alınır. Dəm qazından isə karbon qazı, yəni dəm qazı yanır, karbon qazı əmələ gəlir. Bu birinci mərhələdir, bu ikinci mərhələdir. Ən yuxarıdakı isə yekun tənlikdir. Gəlin bu birinci, ikinci mərhələlərdən istifadə edib yekun tənliyi alaq. Aha, oxlar tərəfdən xətt çəkək və ixtisarımızı aparaq. Bizdə burada nə qalar? 2 karbon, üstə gəl, yuxarıda 1, aşağıda 1. 2 mol oksigen və alınar 2 mol karbon qazı. Əgər biz HES qanununda yəni tənliklər üzərinə hər hansı bir əməliyyat aparırıqsa, mütləq deməli, isti effektlərini də aparmalıyıq. Bu zamanda isti effektlərini toplayırıq. Aha, görürük ki, hər tərəfdə əmsalları 2-yə bölmək olar. Və əlbəttə isti effekti də daxil olmaqla hər birini 2-yə bölürük. Nəticədə alınar karbon üstə gəlsin oksigen bərabərdir karbon qazı və Q2 üstə gəl Q3 bölünsün 2. Reaksiya effekti bura bərabər olar. Görürsünüz, yekun tənliyi biz aldıq. Və yekun tənlikdə Q1 nəyə bərabərdir? Yekun tənliklə deməli Q1 buradakı isti effektinə Q2 üstə gəl Q3 bölünsün 2-yə bərabər olacaq. Yəni Q1-i Q2, Q3 ilə ifadə etsək bu ifadəni alarıq. Burada da C variantı sualımızın düzgün cavabı olacaqdır. Gəl növbəti suala nəzər yetirək. Aha, deməli polikondensləşmə reaksiyası verilibdir və uyğunluğu müəyyən edin. Birinci halda Z reaksiya məhsulu görürük və lavsan verilibdir. Lavsan lifi etilen glikol ilə deməli tereftal turşusunun polikondensləşməsindən alınır. Amma burada adipen turşusu yazıb, yəni birinci ifadə səhvdir. İkincidə naylon lifi heksametilen diamil ilə adipen turşusunun polikondensləşməsinə əmələ gəlir. Bəli, bu düzgün ifadədir. Və yenə lavsan tereftal ilə etilen etandiol 1,2 və yaxud da etilen glikoldan əmələ gəldiyinə görə üçüncü ifadə də düzgün ifadədir. Bizə uyğun ifadələr hansıdır? İkinci və üçüncü ifadələr Y variantı düzgün cavab olacaq. Aha, 6-cı suala nəzər yetirək. Aha, deməli, burada kalsium karbonatın kütləsi 626-dır və közərtlikdə bərk kütlənin itkisi 66 qram, alınan bərk qalıqda kalsium oksidin kütlə payısı X-dir. Gəlin əvvəlcə kalsium karbonatın parçalanmasını yazaq. Kalsium oksid əmələ gələr və karbon qazı. Və burada itkidən söhbət gedir də, bərk kütlənin itkisi. İtki əlbəttə ki, qaza görə baş verir, çünki qaz uçur. Və tənliyə əsasən 56 qram kalsium oksid reaksiyaya daxil olanda 44 qram itki baş verir və bu zaman 100 qram kalsium karbonat parçalanır. Bəs 66 qram deməli itki baş versə, yəni karbon qazı ayrılsa, nə qədər kalsium oksid əmələ gələr? X qədər. X-i də buradan təyin edərik 84, yəni 84 qram kalsium oksid əmələ gəlir. Bəs bu zaman yəni nə qədər kalsium karbonat parçalanar? 100-ə 44 ayrılırsa qaz, 66 ayrılanda Y ilə işarə edək, Y də eləyər 150 qram. Yəni burada 150 qram kalsium karbonat parçalandı. Verilmişdi bizə 626, onun 150 qramı parçalandı. Qaldı 476 qram kalsium karbonat. Bir orada qaldı bərk qalıq. Bir də axı reaksiya zamanı da bərk qalıq alınıb da 84 qram kalsium oksid əmələ gəldi. 84 qram da kalsium oksid əmələ gəldi və bunların cəmi edir 560. Yəni reaksiyadan sonra bizim bərk qalığımız 560 qramdır və omega kalsium oksid. 560 qramda nə qədər kalsium oksid var? 84 qram. Bunun üçün 84-ü deməli 560-a bölüb 100-ə vururuq və nəticədə 15% ifadəsini alarıq. Deməli kalsium oksidin bərk qağıda alınan bərk qağıdakı kütləsi 15%-dir. Y variantı sualımızın düzgün cavabı olacaq. Aha, gəl növbəti suala nəzər yetirək. Aha. 7-ci suala nəzər yetirək. 7-ci sualda bir reaksiya tənliyidir.
Aha, kalsium ortofosfat ilə 4 ortofosfat turşusunun reaksiyasından bu gübrənin alınması reaksiyasıdır. Aha. 3 mol kalsium dihidroortofosfat əmələ gəlir və bu 2 qat superfosfatın formuludur. Görə hansı ifadə doğrudur? Deyir, sadə superfosfatdır. Xeyr, yanlışdır. 2 qat superfosfatdır, düzdür. Kompleks gübrədir. Xeyr. Biz bilirik ki, 3 dənə qida elementi var da, kaliumdur, fosfordur və azotdur. Kompleks gübrə olması üçün heç olmasa 2 dənə qida elementi olmalıdır tərkibində. Amma bizdə bir dənə fosfor var. Ona görə biz ona kompleks gübrə deyə bilmərik. Yalnız 2 ifadəsi 7-ci sualda düzgün ifadədir. Aha. Gəl 8-ci sualımıza nəzər yetirək. Deməli, ionlar verilib, hər birində 17 elektron var. Radiuslar üçün hansı münasibət doğru olardı? Deməli, gəlin yazaq. X müsbət 2 və Y mənfi 2 ionları. 17, hər birində 17 dənə elektron var. Bu zaman X-daki proton sayı 19 olar, Y-də isə 15-ə bərabər olar. Və gəlin ionları əvvəlcə müqayisə edək. Biz də həm ionların, həm də ki atomların radiusunu müqayisə etməliyik. İonlara gəldikdə görürük ki, hər birinin elektron sayı eynidir. Amma X ionunda proton sayı daha çoxdur. Bu nəyi göstərir? Bu proton sayının daha çox olması səbəb olur ki, elektronlar ilə nüvə arasında cəzbetmə daha çox olsun, qüvvətli olsun. Nəticədə xarici elektron təbəqəsindəki elektronlar nüvəyə yaxınlaşır. Bu da radiusun azalmasına səbəb olur. Yəni X-da radius daha kiçikdir X ionunda. Y ionunda isə cəzbetmə nisbətən X-a nisbətən daha zəif olduğuna görə, yəni ki, elektronlar nüvəyə yaxınlaşması prosesi baş vermir. Buna görə radius deməli X-a nisbətən böyükdür. Y ionunda və atomları müqayisə etsək, X19 və Y15 deməli, atomları müqayisə etsək, dövr üzrə Mendeleyev cədvəlində soldan sağa doğru radius azalır və X-da daha solda yerləşdiyinə görə, sıra nömrəsinə görə daha solda yerləşdiyinə görə X-in radiusu daha böyükdür. Ona görə X atomunun radiusu böyük olacaq. Bizdə ionlardan Y-in radiusu böyük oldu, atomlardan isə X-in. 1 və 3 C variantı sualımızın düzgün cavabı olacaq. Gəlin növbəti suala nəzər yetirək. Aha. Deməli, bizi 200 qram 10% natrium hidroksid məhlulunu almaq üçün lazım olan natrium hidrid və suyun kütlələrini qramla hesablamağımız tələb olunur. Natrium hidridin və suyun kütləsini. Əvvəlcə qeyd edək ki, 200 qram 10% natrium OH məhluludur. Yəni, buradakı məhlulun tərkibində natrium OH-ın kütləsi nə qədər olar? 200-ü 10-a vurub 100-ə böldükdə təyin edirik ki, 20 qram natrium OH var. İndi isə gəlin natrium hidridin su ilə reaksiyasını yazaq. Əmələ gələcək natrium hidrooksid və hidrogen qazı ayrılacaqdır. Biz görürük ki, 40 qram natrium OH əmələ gələn zaman 2 qram hidrogen qazı ayrılır və bu zaman 24 qram natrium hidrid reaksiyaya daxil olur. Amma bizdə var 20 qram natrium hidrooksid və 20 qram natrium hidrooksid reaksiya daxilində nə qədər qaz ayrılır? Y qədər. Y burada 1-ə bərabər olacaq. 40-a 2-dirsə 20-yə Y də 1-ə bərabər oldu. Həmçinin 40 qram natrium OH almaq üçün 24 qram natrium hidriddən istifadə olunursa, 20 qram natrium OH üçün nə qədər hidrid istifadə olunur? X qədər. X də elədi 12. Yəni biz burada natrium hidridin kütləsini tapdıq 12, bunun kütləsi 12-dir və lazım olan suyun kütləsini də hesablayır. Suyun kütləsini hesablamaq üçün isə ümumi məhlulun kütləsindən natrium hidridin kütləsini çıxıb o əmələ gələn 1 qram hidrogen qazının kütləsini əlavə edirik. Bu da edir 189 qram. 189 qram su. Yazaq M su bərabərdir. 189 qrama. Deməli, 12 və 189 A variantı bu sualda sualımızın düzgün cavabı olacaqdır. Gəlin növbəti suala nəzər yetirək. Onuncu sual. Deməli, aromatik karbohidrogenlər var və maddə molekulundakı neytron sayı 6-yə çıxılsın 6-dır, proton sayısı X-ə bərabərdir. X-i müəyyən edək. Ümumiyyətlə, aromatik karbohidrogenlər CnH2n çıxılsın 6 formuluna uyğundur və oradakı neytron sayı, ümumiyyətlə bu formula əsasən neytron sayı nəyə bərabərdir? Bilirik ki, hidrogen neytronu yoxdur, yalnız karbondadır və karbonda
yuxarıda 12, aşağıda 6. Burada 6 dənə neytron var. Bir karbonda 6 neytrondursa, n qədər karbonda 6 n qədər neytron var. Və düstura əsasən 6 n qədər neytron var. Amma bizə verib ki, neytron sayı 6 n çıxılsın 6. Yəni 6 neytron daha azdır, daha əksikdir. 6 neytron neçə karbonda olur? Bir karbon atomunda. Deməli, buradan bura bir dənə karbon atomu var və belə tapşırıqları həll etməyin ən yaxşı üsulu metilen fərqi, yəni CH2 fərqinə əsasəndir. Biz gördük ki, neytronlar arasında 6 fərq var deyə bu bir karbon fərqi edir və bir karbon da neçə metilen qrupunun tərkibində olur? Bir metilenin, bir dənə CH2-nin tərkibində olur. Yəni burada bir CH2 əksik götürməliyik biz proton sayını da. Çünki neytron sayında elədir. Proton sayı isə 6n burada, 2n burada, 8n çıxılsın 6-ya bərabərdir də düstura əsasən. Amma biz nə edirik? Bir dənə CH2-də olan proton saylarını bu düsturdan çıxacağıq. Çünki bir CH2 qədər əksikdir də. Bir CH2-də nə qədər proton var? 6 karbonda var, 2 dənə də hidrogenda var, eləyir 8. 8 dənə protonumuz əksik olacaq. O da eləyir 8n çıxılsın 6, çıxılsın 8, 8n çıxılsın 14-ə. Y variantı 10-cu sualımızda düzgün cavab olacaqdır. Bugün sizinlə növbəti sınavımızın müzakirəsini həyata keçirdik. Siz də hər dəfə deməli sınavlardan yararlanmaq istərsinizsə kanalımızı izləməkdə davam edin. Gələn izahlarda görüşənədək. Hələlik.